Uşaqlar, gəlin 125-ci sualımıza baxaq. Nə deyir bizim üçün? Deyir ki, sarğacın daxilindəki maqnit seli 0,3 Weberdən 0,7 Weberə qədər artdıqda maqnit sahəsinin enerjisi 0,4 joule artdı. Sarğacın induktivliyini hesablayın. Mən bilirəm ki, uşaqlar, əlbəttə ki, artma, azalma həmişə hansı qiymətdəndir? Əvvəlki qiymətdən. Yəni, maqnit sahəsinin enerjisinin son qiyməti əvvəlkindən 0,4 joule çox qiymət aldı. İndi bir digər tərəfdən baxırıq burada nəyə? Əlbəttə ki, mənim maqnit selimin dəyişməsi maqnit sahəmin enerjisinin dəyişməsinə gətirib çıxardı. Onda W artıq delta W dəyişmə dediyimiz üçün belə yazmalıyıq. Bərabərdir nəyə? Delta fi kvadratı bölünsün 2 elə. İndi dəyişmə fizikada nə idi? Sondan başlanğıcın çıxılması. W2 çıx, W1 bərabərdir. İnduktivlik demişik. Maqnit selidir. Cəryan şiddətidir. Maqnit sahəsinin enerjisidir. Heç birindən asılı deyil. Ona görə sabit kimi keçəcək yönə. Bir digər tərəfdən mötərizə daxilində də nə yazırıq? Fi 2-nin kvadratı çıx, Fi 1-in kvadratı. Çünki gördüyünüz kimi dəyişmədən danışırıq biz. W2 nəyə bərabər idi? W1 plus 0,4-ə. Çıxılsın W1. 1 bölü 2 el öz yerindədir. Maqnit selinin son qiymətini neçə vermişdi? Baxaq, 0,7 Weberə qədər deyir artmışdı. Yəni 0,7-nin kvadratı çıxılsın nəyə? 0,4-ün kvadratı. Daha 0,4 yox, bağışlayın, 0,3 verib. 0,3-ün nə olacaq uşaqlar? Kvadratı. İndi buradan bizim enerjilərimizin başlanğıc hədləri getmişdi. 0,4 bərabər oldu. 1 bölünsün, 2 el vurulsun. 0,7-nin kvadratı 0,49 verir əlbəttə ki bizim üçün. 0,3-ün də kvadratı təbii ki bizə nə verəcək? 0,9. Bunda 0,49-dan da əlbəttə ki 0,9-u çıxanda təbii ki bizə nə verdi? 0,4. 0,4 bərabərdir. 1 bölü 2 el vur 0,4. Hər tərəfdən elə 0,4-ləri aparaq. Onda 2 el bərabər oldu 1-ə. El də bərabər oldu. Onda nəyə? 0,5 Henry. Deməli, mənim induktivliyim 0,5 Henry'yə bərabər imiş.